müqabil olaraq deyir ki, "Vəllezine amanu billahi və rusulihi və lem yufarriqu beyne ahadin minhum ulaika sawfa yu'tihim ujurahum və kana Allahu gafurur rahim." Deyir ki, amma Allaha və Rasuluna iman gətirənlər və onların ikisini ayırmayanlar arasında. Onlar deyir, Allah Azze ve Celle onların mükafatlarını biz verəcəyik və Allah bağışlayan və rəhimlidir. Yəni, insanların günahları var, Allah Azze ve Celle bağışlayan da rəhimlidir. Deməli, həqiqətən sünnəyə yəni, mütabə etmək, tabi olmaq mütləqdir. Yoxsa insan həqiqi kafir olur. Çünki Allah Azze nə qədər ayətlər var. Atiyullah, atiyur Rasul, Allah və Rasuluna itaat edin. Həmçin, hətta deyə ixtilafa düşsəz, Allah və Rasuluna qaytarın. Və həmçin Allah Azze ve Celle nə deyir Quran-ı Kərimdə? "Anzəlnə ileykə zikrə litubeyyinə linnəsi mə nuzilə ileyhim və lealləhum yetefəkkərun." Deyir, biz sənə zikir verdik ki, bax sənə bəzi alimlər deyir, burada iltifat var. Allah Azze ve Celle bizə öyrədir, bax deyir ki, "Anzəlnə ileykə" sənə verdik ki, zikir litubeyyinə linnəsi mə nuzilə ileyhim. İnsanlara nazil olan Qur'anı açıqlayan sənə sünnə verdik. Və həmçinin Allah Azze ve Celle "Və yuallimuhul kitabə vəl hikmətə" deyir, onlara kitabı və hikməti öyrət. Yəni, sünnən öyrət. Və həmçinin Allah Azze ve Celle deyir ki, "Fəlyəhzəri ləzine yuxalifun an əmrihi" demədən əmrinə. Deyir ki, an əmrihi. Həzər etsin onun əmrinə müxalif olmaq ki, "Ən tusibəhum fitnətun əv yusibəhum azabun əlim." Onları biz fitnəyə salarıq və onları şiddətli əzaba düçar edərik. Demək, kimin əmrinə müxalif olan? Peyğəmbər sallallahu aleyhi və səlləm. Burada əsl müxalifət, sadə müxalifətdən söhbət getmir. Yəni, hamımızda müxalifətlər olur. Yəni, günahlara düşürük. Hər bir günah Quran və sünnəyə müxalifətdir. Və bu qayda da alimlərdə hər bir günah insanı istiqamədən, doğru yoldan çıxardır. Ona görə Allah Azze ve Celle nəyə görə deyir ki, Quran-ı Kərimdə "Fəstəqimu ileyhi və istəğfiruhu" deyir ki, doğru yolda olun və istiğfar edin. Yəni, mütləq siz haqq yoldan çıxacaqsınız. O çıxmaq üçün sizin, yəni qayıtmaq üçün sizin istiğfara ehtiyacınız var. "Fəstəğfiruhu" yəni, ondan bağışlanma diləyin. Deməli, insan hər dəfə günah etdikcə çıxır haqq yoldan. Yəni, bu ayədəki müxalifət "Fəlyəhzərillezine yuxalifuna an əmrihi" bu ayədə xalifə feili mütəaddi feildir. Yəni, birbaşa təsir edir, təsirli feildir. Ləzim feil deyil, yəni təsirsiz feil deyil. Amma bu ayədə təsirsiz feil kimi gəlib. İmam Əhməd rahimehullah deyir ki, bu ayədə təsirsiz feil kimi gəlməsi bunun sadə müxalifət yox, şiddətli müxalifət olmasını bildirir. Yəni, sünnəni qəbul etməmək, sünnəyə küfr etmək, sünnəyə qarşı çıxmaz. Ona görə deyir ki, "An əmrihi, yuxalif an əmrihi ən tusibəhum fitnə." Onları fitnəyə salarıq. Yəni, hər müxalifət edəni Allah Azze ve Celle fitnəyə salar mı? Xeyr. Allah Azze ve Celle bağışlayır qullarını.